Bakı şəhər İcra Hakimiyyətinin başçısı, indiki başçısı Eldar Əzizov, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunması, onun sərvətini də gündəmə gətirdi. 22 il Azərbaycan hakimiyyətinin ən yüksək zirvəsində təmsil olunan Mehdiyev bu illər ərzində milyardlarla var dövlətə sahib oldu deyə Saat yazır. Demək olar ki, müxtəlif illərdə Bakının rayonlarında rəhbərlik edənlər Mehdiyevə villalar, yaşayış binalarında çoxsaylı mənzillər hədiyyə ediblər. Məlumata görə Ramiz Mehdiyevə ən bahalı hədiyyə verənlərdən biri də Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov olub. Belə ki, Eldar Əzizov paytaxt meri gətiriləndən qısa zaman sonra Ramiz Mehdiyevlə isti münasibətlər qurmağı bacarıbdır. Bu münasibət nəticəsində Eldar Əzizov Bakının mərkəzində yeni inşa olunan yaşayış binalarının birində bir neçə mənzili birləşdirərək Mehdiyevə hədiyyə edib. Məsələ ilə bağlı əməkdaşımız Saat yazır ki, Eldar Əzizovun özü ilə əlaqə saxladı. Amma paytaxt meri bunlara cavab vermək istəmədi deyir. Yəni, kifayət qədər dostlar, ciddi məlumatlar var. Ha, çox ciddi məlumatlar var. Oxuduqca da yoruluram. Bitmir ki, oxuduqca bitmir. Zalım oğlu zalimlar.